Hər kəsə salam. Bildiyiniz kimi bugün RFM-in sınav imtahanı keçirilmişdir. Və mən də sizlərə 7-ci sinif üçün kimya suallarını izah edəcəm. Başlayaq birinci sualdan. Diqqət edirik qrafikə. Bizə qrafik verilibdir və bizdən nə istəyir? Demək, X və Y-in həll olmasının eyni olduğu təqribi temperaturu istəyir. Qrafikə diqqət salırıq. Burada X və Y-in kəsişdiyi nöqtə, baxın, bu nöqtədir. Və bunu yaxınlaşdırası olsaq, təxmini temperaturu götürəsi olsaq, gördüyünüz kimi 50 dərəcəyə yaxın olan bir temperatur götürməliyik. Və bu da 44 ola bilməz. O səbəbdən A və C variantı gedir. İndi diqqət edək digər hissəyə. Bizdə 40 dərəcədə 300 millin suda ayrı-ayrılıqda maksimum həll olan X və Y-in ümumi kütləsini istəyir. Yenə də burada təqribi qiymətlərə baxacağıq. 40 dərəcə deyir, temperatur bu hissədədir. Bura nəzər salaq 40 dərəcəyə. X-ə baxaq və Y-ə baxaq, görək nə qədər, neçə qram həll olub. Çünki qram bu hissədədir və qrafikə fikir versəz, burada 100 milli suya görə biz baxacağıq. Sonda isə 300 milli suya görə hesablama edəcəyik. 40 dərəcədə diqqət yetirək. Aha, bir dəqiqə düzgün çəkim. 40 dərəcədə baxın, bu X üçün olan xəttdir. X-in xəttinə baxası olsaq, təxminən burada dayanacaqdır. Deməli, baxın, biraz əyiləcəkdir. Aha, bax, burada dayanacaqdır. Demək, qrafikdə qrama nəzər salsaq, 15-dən 30-a, 30-dan 45-ə, yəni 15 qram arta-arta gedir və ortada 5 dənə kvadrat var. Demək, bunun hər biri 3 qram nəzərdə tutulur. O zaman burada ikinci kvadrata gəldiyimizə görə X təqribən 42 qram olacaqdır. İndi diqqət yetirək Y-ə. Y-ə baxaq 40 dərəcə temperaturda. Yenə də bu hissədən nəzər salırıq. Aha, Y baxın, bu hissədə dayanacaqdır. Bu da isə təqribən edəcəkdir. Deməli, 60-dan 6 çıxsaq 54 qram edəcəkdir. Gəlin ümumilikdə toplayaq. Deməli, X və Y-in kütləsi 96 qram edəcək. Təqribən 96 qram və bu nə qədər su üçün uyğundur? 100 milli suya aiddir. Bizdə isə şərtdə 300 milli su istədiyinə görə bunu 3-ə vursaq edəcəkdir 288 qram. Deməli, birinci sualda düzgün cavab olacaq D variantı. Davam edək. Baxırıq ikinci sualımıza. Deməli, ikinci sualda bizdən uyğunluğu istəyir. Burada demək ki, bizə laboratoriya avadanlıqlarını veribdir. Gördüyünüz kimi birinci lampa olacaqdır. 1-ə aiddir spirt lampası, 2-ə aiddir Elerben kolbası, 3-ə isə aid olacaq sınaq şüşəsi. Bu asan sual idi. Keçək üçüncü suala. Üçüncü suala adi şəraitdə qaz halında olan qeyri-metallar istəyir. Təbii ki, bunu əzbər bilirik. Azot, xlor və hidrogen. Yəni 2, 3, 6 olacaq. 2, 3, 6 olan variant yəqin ki, A variantı olar. Daha sonra davam edək. Deməli, dördüncü suala nəzər salırıq. Dördüncü sualda bizə bir-birində həll olmayan X, Y və Z deməli, mayələri veribdir və burada qarışıqlar verilib. Bu mayələrin eyni bir qab içərisində vəziyyətini müəyyən etməliyik. Gördüyünüz kimi, biz bilirik ki, sıxlığı ən az olan yuxarıda dayanır. Demək ki, X ilə Y-i müqayisə etsək, X-in sıxlığı Y-dən daha az olacaqdır. Daha sonra X ilə Z-i müqayisə etsək, yenə də X-in sıxlığı Z-dən də az olacaqdır. Z ilə Y-i müqayisə etsək isə, demək Z yuxarıda dayanıb, demək Z-in sıxlığı Y-dən daha azdır. Yəni Y yenə də Z-dən böyük olacaqdır. O zaman diqqət etsək qrafikdə ən aşağıda dayanmalıdır X. Daha doğrusu ən yuxarıda X dayanmalıdır. Çünki X Z-dən də sıxlığı azdır. Z ilə Y-i müqayisə edəsi olsaq isə Z-in sıxlığı daha az olacaqdır. Ən axırda isə Y olacaqdır. Demək, X, Z, Y olan variant X, Z, Y düzgün cavab olacaq C variantı. Davam edirik 5-ci sualla. Demək, burada bizə iyonlar verilibdir. XO4, 3 -, elektron sayı və neytron sayını hesablamalıyıq.
Deməli, X üçün baxaq, nəzər yetirək. Oksigenin bildiyimiz kimi normal vəziyyətdə, neytral vəziyyətdə 8 proton və 8 elektronu var. Burada da oksigenin 4 dənə olduğuna görə 8 dəfə 4 32 edəcəkdir. Elektron sayı dediyinə görə üstünə də 3 gələrik. Deməli, 35, X üstə gələ 35 A olacaqdır. Daha sonra neytron sayına diqqət yetirəsi olsaq, deməli, X və Y-i hesablayın. Digərində, diqqət yetirək, məsələn, XO3-ə. XO3 mənfi yüklüdür. Burada isə 8-i 3-ə vurarıq 24. 24-ün üstə 1 gələri 25. Demək, əgər X üstə gələk 35A-dırsa, o zaman 25 ilə 35 arasında 10 fərq yaranır. O zaman A-10 olacaqdır bizim aşağıda olan XO3-ün elektron sayı. Digərindən də neytron sayına da diqqət yetirək. XO4-də burada artıq ionun yükünə diqqət yetirmirik neytronda. Oksigen deməli 8 dəfə 16 çıx 8 neytronu var, 8 dənə. Yenə də 4-ə vuranda 32 edir. XO3-də isə 8 dəfə 3 edəcəkdir 24. 24 neytron edəcək və bunlar arasında fərq 8 edir. Ona görə düzgün cavab elə A variantının özü edəcəkdir. Keçən növbəti suala bizə qarışıq və kimyəvi birləşmə verilibdir. Demək, ümumi olanı bizdən istəyir. Yəni, kimyəvi birləşmə söhbət saf maddədən gedir. Fiziki üsullarla tərkib hissələrinə ayrılır qarışıqlar. Əmələ gətirən elementlər sabit kütlə nisbətində götürmək olur kimyəvi birləşmələri. Yəni saf maddələri. Əmələ gətirdə başlanğıc maddələr öz xassələrini saxlayır. Bu aiddir qarışıqlara. Deməli, burada düzgün cavab C variantı aid olacaqdır. Keçən növbətiyə bizə belə bir şəkil veribdir. Deyir, şəkildə təsvir olunan eyni elementin allotropik şəkil dəyişməsi üçün ümumi ifadəni müəyyən edin. Demək, bu ağ fosforla qırmızı fosfordur. Bildiyimiz kimi fosforun 3 allotropik şəkil dəyişməsi var. Ağ fosfor, qırmızı fosfor və qara fosfor. Ağ fosfordur və qırmızı fosfordur. 4 atomludur, ümumi ola bilməz. 4 atomlu ağ fosfora aiddir. Qaranlıqda işıq saçır ağ fosfora aiddir. Zəhərlidir ağ fosfora aiddir. Suda həll olmayan bərk maddədir. Hər 3 allotropik şəkil dəyişmə üçün uyğundur. Ona görə düzgün cavab D variantı. Davam edirik 8-ci sual ilə. Demək, X-in aqreqat halı bərkdir və suda yaxşı həll olur. Bərk və suda həll olan eyni cinsi qarışıqdır. Bəli, bu fikir doğrudur. Y suda həll olur. Y suda həll olur və maye halındadır. Biz bilirik ki, suda həll olan maye emulsiya ola bilməz. Çünki emulsiya və suspenziya həll olmayanlar üçün aiddir. Demək, Z bərk haldadır və suda həll olmur. Məsələn, qum götürə bilərik. Əgər həll olmursa, bəli, təbii ki, heterogen qarışıq olacaqdır. X və suspenziyadır. Xeyr, X suda həll olursa, yenə də deyirik, həll olan qarışıq suspenziya ola bilməz. Demək, burada doğru ifadəmiz olacaqdır. Birinci və üçüncü ifadə A variantı olacaq. Davam edirik. Karbon dioksidin suda həll olmasının temperatur və təzyiqdən asılılığını bizdən istəyir. Karbon dioksid, yəni karbon qazı qaz halındadır. Bildiyimiz kimi qazlar temperaturla tərs asılıdır. Təzyiqlə isə həll olması düz asılıdır. Birinci qrafikə baxsaq, həll olma temperaturla düz asılı bu qazlara yox, bərklərə aiddir. Təzyiqlə tərs asılı aid deyil, yəni qazlar təzyiqlə düz asılıdır. Üçüncü qrafikə nəzər salsaq, temperaturla tərs asılıdır, bəli, qazlar, təzyiqlə düz asılıdır, bəli, qazlar. Ona görə düzgün cavab olacaq 3 və 4, yəni B variantı. Keçirik 10-cu suala diqqət edirik. Burada şəkildə yaxşı düşməyib. O səbəbdən bu sualı keçirəm. Növbəti sual, demək, 800 milin suda maksimum 240 qram duz həll olmuşsa, aşağıdakı hallardan hansında doymuş məhlul əmələ gəlir? Yəni, biz burada bir tənasib qrup baxmalıyıq. 800 milli su üçün, məsələn, 240 qram duzdursa, məsələn, 400 millidə olmalıydı bunun yarısı. Yəni, 120 qram, amma bu verib 100 qram.
Daha sonra hesablayası olsaq, məsələn, 1000 milli su üçün hesablayası olsaq, deməli 800 qrama, deməli burada C variantı olmadı. Daha doğrusu B variantı olmadı. 1000 millin 800 milli suya 240-dırsa, 1000 milli suda x götürsək, deməli bu da edəcəkdir 300 etməlidir. Bu bizə verib 240, bu da olmaz. 500 milli üçün gəlin tapaq. Deməli, yəni bir-bir tənasüb qurmalıyıq. 800 milli suya 240 maddə həll olursa, 500 milliyə baxaq görək nə qədər həll olur. Deməli, 50, bu da eləyəcək 150. Burada nə veribdir? 140, yəni bu da səhvdir. O zaman düzgün cavab D variantı olacaqdır. Keçək 12-ci suala. 12-ci sualda yenə də bizə ion verib, elektron sayı, neytron sayı və biz burada proton və kütlə ədədini tapmalıyıq. Baxaq, ZO4 3 mənfi verib deyəsən. Bizə nə istəyir? Elektron sayı. Oksigen biz burada bilirik. Oksigenin protonu 8-dir, neytral vəziyyətdə, elektron da 8-dir. Onda olacaq Z üstə gələk 32, 8 dəfə 4, 32, üstə də 3 gəlsək 35 edəcəkdir. Bunların cəmini 50-yə bərabər etsək, deməli Z buradan 15 edəcək. Deməli Z-in protonu 15 imiş. Z-in protonu 15 imiş. İndi gəlin neytrona baxaq. Neytron deyəndə ionun yükünə fikir vermirik. 32 olacaqdır. Yəni Z üstə gələk 32 bərabərdir 48-ə. O zaman Z də bərabər olacaqdır. Demək ki, neytron sayını hesablayası olsaq 16-ya və bizdən deməli protonu tapdıq 15. Kütlə ədədi də proton və neytronun cəmidir. O da edəcəkdir. Deməli 16 və 15 edəcək 31. Demək düzgün cavab B variantı olacaq. Növbəti suala keçid alırıq. 13-cü sual bizdən uyğunluğu istəyir. Qeyri-metal və metal verib. Deməli X yalnız qeyri-metala, Y hər ikisinə, Z isə metala aid olmalıdır. Mexaniki təsir altında asanlıqla qırılır, qeyri-metal. Sif elektriyi yaxşı keçirir, metal. Otaq temperaturunda həm bərk, həm maye, həm qaz halında olur, qeyri-metal. Sənaye və məişətdə istifadə olunur, hər ikisi. Yəni Y bura aid olacaq. Demək, düzgün cavab 1 və 3 X-ə aiddir, 4 Y-ə aiddir, Z isə deməli isiliyə 2 aid olacaq. Düzgün cavab D variantı. Növbəti suala nəzər yetiririk. Deməli 5A sayda ağ fosfor molekulunda olan atomların sayı. Belə yazılır. Və 2A sayda azot atomunda olan molekulunda olan atomların sayı. Yəni bu edir 20A. Bu da edir 4A. Nisbəti istəyir bizdən. Sayına nisbətən neçə dəfə çoxdur? Yəni 24-dən 5 dəfə çox olar. Yəqin ki, A variantı olardı, digər variantları etmədi. Getiririk 15-ci suala. 15-ci sualda bizdən hansı mülahizə doğrudur deyir. Metallar plastik olduğu üçün civədən termometrdə istifadə olunur. Bu istidən genişlənmə xassəsinə aiddir, yəni bu ola bilməz. Metallar qızdırılıqda genişləndiyi üçün wolframdan elektrik lampalarının spiralları hazırlanır. Xeyr, bu əslində mən bayaq dediyim idi. Metallar yüksək elektrik keçirici olduğuna görə mis və alüminiumdan naqil kimi istifadə olunur. Bəli, bu düzgündür. Metalların çoxu yüksək ərimə qaynama temperaturuna malik olduğuna görə müxtəlif formalı əşyalar hazırlanır. Yox, bunun nə əlaqəsi? 16-cı suala baxaq. Etil spirti molekulunda olan atomların sayı. Etil spirti C2H5OH. Deməli 9 atom. Dihidrogen monooksit. Dihidrogen monooksit, yəni su. Burada da 3 atom. Da olan molekulunda olan atomlarla topladıqda, karbonu 1 toplamalıyıq. Karbon burada suda yoxdur. Yalnız etil spirtindədir 2. Hidrogenlər deməli 6 dənə etil spirtindədir. 2 dənə burada edəcək 8. Və oksigeni toplasaq 2 də bu edəcəkdir. Təbii ki, bunların 3-ü də ixtisar olunduğuna görə belə saxlamırıq. Olacaq 1 bölünsün 4 bölünsün 1. Yəni düzgün cavab B variantı olacaq. Növbəti suala baxaq.
Hansı elementlərin simvolu doğru yazılmışdır? Gümüş A yox, argentinium belə yazılmalıdır. Fosfor F yox, P yazılmalıdır. Dəmir isə F yazılmalıdır. Bəli, düzdür. Deməli cavab yalnız 3 olacaqdır. C variantı. Aha, növbəti sual, məntiqi ardıcılığı tamamlayın. Alüminium metaldır, fosfor, qeyri-metal, kalium metal, qeyri-metal oksigen, dəmir metal, flor qeyri-metal, kalium, natrium metal. Deməli, növbəti qeyri-metal olmalıdır. Düzgün cavab D variantı kükürdü olacaqdır. Daha sonra yenə uyğunluğu müəyyən edin. CO nədir? Təbii ki, dəm qazıdır. 1-ə D. Kalsium karbonat, elə Y variantı olacaqdır. Kalium bromid, bromid C variantı olacaq. Demək 1 D, 2 Y, 1 də 2 Y, 3-ə C olan variantı götürməliyik. Elə bir variant yoxdur deyəsən, 1-ə D. O zaman çox güman ki, bu CO2-dir, burada göstərilməyibdir. Yəni, karbon dioksid 1-ə B, 2-yə Y, 3-ə C. Yəqin ki, burada CO2 2 düşməyib, çox güman. 20-ci suala baxaq. Deməli, bizə kimyəvi birləşmə verib. Molekulda atomların sayı, oksigen atomlarının sayı. Deməli, molekulda atomların ümumi sayı, X-in atomlarının sayı N-dir, oksigenin sayı M-dir. Demək, M-i bölübdür N-ə, alıb 1/5. Yəni, oksigeni bölübdür X-in atom sayını, alıbdır 5. Burada cavab olmalıdır X2O3. Çünki bildiyimiz kimi 3-ü 2-yə böləndə 1/5 alırıq. Yəni, X2O3 hansı variantdadırsa onu götürməliyik. Daha sonra 21-ci suala baxırıq. Deməli, aseton necə yazılır? C3H6O. Bu nə elədir? 9, 10. 10 atom. Atomların sayını istəyir. A bərabərdir 10. Sirkə turşusu necə yazılır? CH3, COH. Aha, burada atom sayı deməli 8 edəcəkdir. Düzmü dedik? 4 bu, 4 bu. Bəli, 8. B bərabərdir 8. Şəkər necə yazılır? C12, H11, C22, C12, H22, O11. Aha. Burada isə atom sayımız, yəni biz C-ni tapmalıyıq. C neçə edəcəkdir? Deməli, 33, 33-ün üstə 12 gələndə 45. C 45 etməlidir. A ilə deməli B-nin cəmi 18-i verəcəkdir. Buna uyğun olan cavab hansı olar? Deməli, 2A olsa 20, üstə gəlinsin 16, 36, 36-nın üstə də 9 gəlsək, bəli, 45 edər. Düzgün cavab B variantı. 22-ci sual. Hansı halda azot öz xassələrini saxlayır? Deməli, amonyak NH3, naşatır spirti NH4OH, bunlar kimyəvi birləşmədir. Zülal da həmçinin, zülallar alfa amin turşularından əmələ gəlmişdir. Amma hava qarışıqdır. Yəni, qarışıqlar öz fərdi xassələrini saxlar. Ona görə düzgün cavab C variantı olacaq. Növbəti, aşağıdakı ifadələrdən neçəsi yanlışdır? Canlı orqanizmlərdə olan maddələrin tərkibinə daxil olan elementlər bioelementlər adlanır. Bəli. Kür çatışmamazlığı sümüklərin inkişafını ləngidir. Xeyr, bu kalsium və fosfora aid idi. Yox, yanlış. Sink çatışmamazlığı insanın böyüməsini ləngidir və sinir sistemini gərginləşdirir. Doğru. Dəmir çatışmamazlığı qan tərkibinə aiddir. Doğru. Karbohidratların tərkibində azot var. Xeyr, yoxdur. Deməli, neçəsi yanlışdır? Cavab 2 olacaq, ikisi. Növbəti suala diqqət yetiririk. Deməli, ionlar veribdir. Anionları müəyyən edin. Baxaq, elektron sayı 18, proton sayı 17. İonun yükünü tapanda nə edirik? Protondan elektronu çıxırıq. Yəni, bu edəcək -1. Yəni, A birinci edər. İndi bilmirəm, orada
necə işarə olunub? Yəni birinci mənfi yüklü olmalıdır. Digərində proton çoxdur. Müsbət yük edəcək. Yəni 19-dan 18 çıxanda müsbət 1 edəcək. Digərində də yenə də mənfi edəcəkdir. Deməli, birinci, ikinci, üçüncü. Üçüncüdə də protondan elektron çıxsaq mənfi 1 edəcək. Yəni cavab 1 və 3 olmalıdır. D variantı. Və 25-ci sual, sonuncu suala diqqət yetiririk. Deməli, bizə cədvəl veribdir. Temperatur və 100 millin deməli, suda həll olan A maddəsinin maksimum kütləsini veribdir. Cədvələ əsasən A maddəsi 50 sensidə hazırlanmış 80 qram doymuş məhlulu 20 sensiyədək soyuduruq. Bu zaman sıxlıq, deməli bizə sıxlıq veribdir. 1,25 qram olan məhlul alınır. Bizdən həcmi istəyir. Bildiyimiz kimi sıxlığın düsturluğu bərabərdir. Bölünsün V. Məhlul üçün belə etməliyik. Yəni, bizdə sıxlıq var. Həcmi tapmaq üçün biz məhlulu tapmalıyıq. Onda diqqət edək, birinci 50 sensidə deyir, 80 qram doymuş məhlul. Tamam. 50 sensiyə diqqət edirik. Gördüyümüz kimi 100 milli suda neçə qram maddə həll olub? 60 qram maddə. Bu nə qədər məhlul edir? Edir 160 milli məhlul edəcəkdir də, qram məhlul edəcək. Bizdə isə 80 qram məhluldur. Tənasüb qursaq ki, deməli 160 qram məhlulda nə qədər maddə həll olub? 60 qram maddə həll olunubsa, 80 qramda bunun yarısı həll olacaq, yəni 30 qram maddə. Demək, 80 qram məhluldan 20 sensiyə qədər soyudulur. Demək, burada 80 qram məhlulumuz var, 30 qram maddə. Yəni, suyumuz nə qədər qalacaq? 80 çıx 30, deməli, 50 milli su qalacaqdır. İndi 20 sensiyə diqqət edirik. 20 sensidə 100 milli suda görürük ki, 25 qram maddə həll olub. Bəs 50 milli suda nə qədər maddə həll olur? Təbii ki, bunun yarısı, 25-in yarısı bu edəcək 12,5 qram maddə. Aha, indi növbəti məhlulumuzu hesablayaq. Növbəti məhlulumuz nə oldu? Məhlul nəyə bərabərdir? Maddə ilə suyun cəminə. Deməli, maddəmiz, suyumuz 50 millilitdir, maddəmiz isə 12,5 etdi. Bu edəcəkdir 62,5 qram məhlulumuz elədi. İndi gəlin həcm hesablayaq. Deməli, düsturumuz necə idi? Rho bərabərdir məhlul bölünsün həcm. Buradan V-ni tapanda məhlulu, yəni 62,5-i bölürük həcmimizə. Həcmimiz 1,25-ə. Bu nə qədər edəcəkdir? Deməli, 50 millin edəcəkdir. Düzgün cavab B variantı olacaq. Bu qədər. Diqqətiniz üçün təşəkkürlər.